Uşaq deyirsən ki, deyir filan şey istəyirəm, dinən ki 2 dəqiqə gözlə, 2 dəqiqə anlayışı yoxdur onun üçün. 2 dəqiqə yəni heç vaxt olmayacaq. Deyir indi istəyirəm. Niyə? Deyir indi. Çünki belə yaranıb. Allah deyir, xuliqəl insan min əcəl. İnsan tələskənlikdən yaranıb. İndi gəl buna öyrət ki, sən səbr eləməlisən. Necə öyrədirsən onu uşağa? Belə öyrədirsən ki, 7 ildir uşaq şahdır. Doğulandan 7 yaşına qədər evin şahıdır. Ne üçündür bu? Yəni sən ona dözməlisən. O səndə o dözümü görüb mənimsəsin. 7 il onu azad bıraq. Uşaq da istədiyini edir, sən də dözməlisən axı buna. Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir şahdır və uşaq şah olmaqla istədiyini eləməlidir, sən də dözməlisən ona. Və bu uşağı da tərbiyə edir atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır əslində, deyir adam ol. Adam ol, nədir adam ol, yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir.